Əsri al sənin Azərbaycan. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizinlə Mətanət Əliyevadır studiyamızda Bakı vaxtıdır. Bildiyiniz kimi may ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. TV1 kanalı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə verilişlər hazırlayır. Bakı vaxtı Ulu Öndərlə şəxsən görüşmüş, onunla ünsiyyətdə olmuş tanınmış simalarla xatirə verilişlərini təqdim edir. Bakı vaxtının bugünkü qonağı əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış modelyer və dizayner Fəxriyə Xələfovadır. Fəxriyə xanım, sizi xoş gördük bak studiyamızda. Çox sağ olun. Təşəkkürümü bildirirəm dəvətinizə görə və ənənəvi olaraq mayın onu biz Ulu Öndərin Heydər Əliyevin doğum gününü qeyd edirik və mayın 10-dan əvvəl və bu həftə boyunca biz Ulu Öndərimizi yad edirik. Mənim üçün də hər zaman qəlbimdə olan xatirələrlə bölüşmək həm çox xoşdur, həm də düşünürəm ki, o xatirələri dilə gətirməyə mütləq qaydada lazımdır. Fəxriyə xanım, siz ümummilli lider Heydər Əliyevin ailə üzvüsüz, onun doğmalarından birisiz. Mən çox istərdim ki, siz bizim TV1-in izləyicilərinə onunla bağlı xatirələrinizi bölüşəsiniz. Buyurun. Çox böyük məmnuniyyətlə ailə üzvü siz səsləndirdiniz. Mən açıqlama vermək istəyirəm ki, mənim rəhmətli anam akademik Rəfiqə xanım Əliyeva Ulu Öndərimizin Heydər Əliyevin kiçik bacısı idi və istər-istəməz bu ailə çərçivəsində çox gözəl, səmimi görüşlər keçirilirdi. Qeyd etmək istəyirəm ki, onlar çox tez-tez baş vermirdi. Ona görə ki, Ulu Öndərin çox sıx iş fəaliyyəti, qrafiki var idi. Amma o mayın 10-unu, öz doğum gününü qeyd eləməyi sevirdi. Ümumiyyətlə çox həyatı sevirdi və hər zaman onu vurğulayırdı ki, həyat çox gözəldir, həyatı çox sevirdi, çox nikbin insan idi və unudulmaz Zərifə xanım çalışırdı ki, onun sıx qrafikindən ondan biraz vaxt alsın və ailə üzvlərini dəvət eləsin. Onlar da Ulu Öndərlə, Heydər Əliyevlə hamımız görüşmək istəyirdik. Biz çox kiçik yaşlarından təbii ki, o gözəl ailəyə, o gözəl evə gedib gəlirik. Zaman-zaman Rəfiqə xanım da dəvət eləyirdi. Zərifə xanımı, Sevil xanımı, İlham müəllimi, yəni evladlarını, onlar bizə də qonaq gəlirdilər. Rəfiqə xanımla Zərifə xanımın çox gözəl münasibətləri var idi, rəfiqə idilər və Ulu Öndər də bilirdi ki, ailə üzvləri hamısı onu görmək istəyir. Ona görə zaman-zaman bu görüşlər olurdu. Görüşlərdə həmişə bizim milli mətbəxə xas olan təyyamlar olardı. Ümumiyyətcə, bizim milli bayramlarımız ailəmizdə çox, həmişə, hər zaman çox bilirsiniz, gözəl şəkildə qeyd olunub. Bu ənənələr həmişə qorunub, saxlanılıbdır. İstər Novruz bayramı olsun, istər digər bayramlar olsun, milli bayramlar, təyyamlar bişərdi. Yəni, gözəl belə tərtibatda musiqi hər zaman səslənirdi bu gözəl evdə və bu görüşlərdə Ulu Öndər hər zaman biz gənclərə biraz da vaxt ayırırdı, tövsiyələrini verirdi. Bizdən soruşurdu ki... Nə deyirdi Fəxriyə xanım sizə? Mən üçün maraqlıdır. Bax, mən özümdən danışa bilərəm. Mən artıq Bakı Dövlət Universitetində biologiya fakültəsində oxuyurdum. Təbii ki, mənim arzum var idi qəlbimdə ki, mən modelyer olum. Amma o zaman Azərbaycanda bu peşə tədris olunmurdu. Elə oldu ki, valideynlərim də tövsiyə etdi ki, mən Bakıda oxuyum və təbii ki, hansısa bir elm istiqamətini seçməliydim. Sahəsini seçdim. Mən biologiyanı seçdim. Və görüşlərin birində Ulu Öndər məndən soruşdu ki, Fəxriyə, belə həmişə məni çağırırdı adımla, sən nə ilə məşğul olmaq istəyirsən? O bilirdi ki, mən biologiya fakültəsində oxuyuram. Amma hiss eləmişdi ki, mənim qəlbimdə hansısa bir arzu var. Mən də çox böyük həvəslə o zaman Ulu Öndərə cavab verdim ki, mən moda ilə məşğul olmaq istəyirdim. Təbii ki, mən səsləndirəndə modanı, o illər üçün bu çox yəni inkişaf etməmiş bir istiqamət idi. Bəli, və onun məsəl üçün inkişafı necə olacaq, sən bu peşə ilə necə məşğul olacaqsan, bu suallar doğru, yəni yarana bilərdi. Amma Ulu Öndərimiz
Bilirdi ki bu yəni diskussiya çox uzanar. Ona görə ki, çox nadir peşələrdən biridir. İndi də elə modelyer belə peşə sayılır. Sadəcə o mənə baxaraq dedi ki, moda çox maraqlı istiqamətdir. Və mən onda bilirsiniz belə Ürəkləndiniz. sevindim. Sevindim ki, hansısa mənada Heydər Əliyev mənim bu məsəl üçün həvəsimi yüksək qiymətləndirdi. İstiqaməti çox gözəl təhlil elədi və bilirsiniz, bu çox vacibdir. Bir gənc üçün onun arzusu olan hansısa bir peşənin ya bir incəsənət növünün, yəni böyüklərə dilə gətirəndə bax o yəni xoş rəyi almaq bu gənc üçün çox vacibdir. Mən ürəyimdə Neçə yaşınız vardı o zaman? mən onda universitetin ikinci kursunda oxuyurdum. Yəni çox gənc. Çox gənc idiniz. 18-19. Və mən o zaman artıq bildim ki, mən bunu ulu öndərimizə demişəm. Hansısa mənada diskussiya eləmişəm. Demək ki, mən bunun dalınca getməliyəm. Getməliyəm bu işin dalınca və elə oldu ki, mən sonradan qardaş ölkə Türkiyəmizə yollandım. Yenidən o peşəni oxudum. Döndüm və ilk addımlarımı atırdım. İlk addımlarımdan mən artıq uğur qazandım. Yəni axı həmişə qəlbimdə vardı ki, mən Ulu Öndərə bunu demişəm. Mən Heydər Əliyevə demişəm. İndi o görəcək ki, mən modelyeram artıq. Elə oldu ki, mən beynəlxalq layihələr eləməyə başladım və ilk beynəlxalq layihəm bu 2000-ci il idi. Mən dünyaca məşhur, amma təəssüflər olsun ki, həyatını dəyişmiş modelyer Valentin Yudaşkini dəvət etdim. Və Ulu Öndər hər zaman mətbuatdan bütün məlumatları öyrənirdi. Yəni izləyirdi, oxuyurdu. O mətbuatdan xəbər almışdı ki, belə bir tədbir olacaqdı. Və çox maraqlıdır ki, yəni öz təşəbbüsü ilə biz dəvət olunduq prezident sarayına və məni Valentin Yudaşkin və onun xanımı gəlmişdi. Bizi dəvət etdi. O bizi dəvət eləyəndə mən bilirsiniz o qədər sevincli idim ki, dedim əvvəl inanmırdım ki, bu mümkündür. Yəni o baxımdan ki, çox sıx onun iş qrafiki var idi. Digər tərəfdən də demişdim ki, öz-özümə dedim, mən axı o vaxt demişdim ki, Heydər Əliyevə moda ilə məşğul olacağam. İndi o gördü ki, mən artıq beynəlxalq layihə eləyirəm. Uğurlar qazanmısınız. Və sonradan başa düşdüm ki, o addımın mənası da nə idi? O addımın mənası bir də o idi ki, o bütün incəsənət növlərinə hər zaman çox qayğı ilə yanaşırdı, diqqət edirdi və klassik incəsənət növləri, teatr, kino, opera sənəti, istər-istəməz Azərbaycanda onun ənənələri var idi. Onlar inkişaf bir yolunu keçmişdi. Amma dəb moda çox gənc və yeni ilk addımlar atan bir kövrək addımlarını atırdı o zaman. Bir istiqamətə çevrilmişdi və onunla o cəmiyyətə artıq bir mesaj vermək də istədi ki, bəli, Azərbaycanda moda da inkişaf etməlidir. Onun vacibliyini gördü, onun yəni gələcəyini gördü və o addımla, yəni o onu göstərdi. Çox gözəl dialoq baş tutdu və Valentin Yudaşkin ona belə bir sualla müraciət elədi. Bəs siz necə öz geyim stilinizi tərtib edirsiniz? O dedi ki, siz niyə görə bu sualı verdiniz? Valentin Yudaşkin də dedi ki, mən sizi hələ siz Politbyroda, Moskvada işləyəndən müşahidə edirəm. Sizin çıxışlarınızı, foto, video materiallara baxırdım və o vaxtda da həmişə hər zaman vurğulayırdım ki, Heydər Əliyev birinci təbii ki, çox zahirən yaraşıqlı bir insandır və də çox zövqlü geyinir. Hətta Sovet vaxtında belə çox zövqlü və çox fərqli görsənir. Təbii ki, Ulu Öndərimiz də bu suallara da çox böyük məmnuniyyətlə cavab verdi və dialoq çox maraqlı idi. Dialoqun sonunda Ulu Öndər belə bir aforizm səsləndirdi. Kəlmə ki, Azərbaycan xalqı çox gözəl xalqdır və mən istəyirəm ki, heç bir zaman dəbdən geri qalmasın. Əslində çox gözəl bir mesajdır, əslində çox gözəl bir istəkdir xalqına görə, millətinə görə. Ona görə ki, Azərbaycan müasirləşirdi, biz qlobal dünyaya inteqrasiya edirdik, qapılar artıq açılmışdı. Müxtəlif istiqamətlərdə Azərbaycanlılar Azərbaycanı təqdim edirdilər və Ulu Öndər düşünürdü ki, harda, hansı festivalda, möhtəbər bir tədbirdə, elm konfransında Azərbaycanlı olsa, o orada öz görünüşü ilə də
Azərbaycanı təmsil eləyəcək və o modern görsənməlidir ki, yəni deməsinlər ki, bu məsəl üçün toplum biraz geridə qalıbdı. Və o mesajdan sonra, o görüşdən sonra çox gözəl yəni ki, mən də sonra çalışdım ki, davam eləyəm. Təbii ki, fəaliyyətim göz qabağındadır, amma məhz bugünkü hal-hazırda modanın inkişafı, moda həftələrin keçirilməsi, dünyadan tanınmış modelyer dizaynerlərin Azərbaycana can atması, çoxlu sayda ticarət mərkəzlərin, butiklərin, moda evlərinin açılması, bax burada da biz Ulu Öndərə təşəkkürümüzü bildirməliyik ki, o sektorun inkişafını, gələcəyi görərək o vaxtı ona diqqət yetirdi. Halbuki mən yenə də təhlil edirəm və bir çox dünya liderləri var ki, biz bu gün açıq cəmiyyətdə yaşayırıq, media hər kəs üçün açıqdır. Biz görürük, başqa ölkələrin də liderlərini görürük. Biz heç görmürük ki, onlar nəinki modaya, incəsənətin digər növlərinə ən azından bir diqqət yetirsinlər, bir tamaşada, bir premyerada olsunlar. Amma Ulu Öndər teatra da gedirdi, konsertlərə də gedirdi, filmlərin təqdimatına da gedirdi, heyətlə də görüşürdü, yaradıcı insanların problemlərini də həll eləyirdi, soruşurdu onlardan, maraqlanırdı. Yəni bu Ulu Öndərin ümumiyyətcə qayğıkeş bir insan olduğundan təbii ki, xəbər verir. Bir də xalqı üçün hər zaman mədəniyyətin inkişafını o istəyirdi ki, mədəniyyət yüksək səviyyədə olsun ki, o da ki, xalqın ümumi mədəni səviyyəsinin qaldırılmasına da təkan verir. Siz artıq Azərbaycanın incəsənətinin tanınmış simalarından birisiniz. Mən sizi dinlədikcə artıq bu sualı verməyə bilmərəm. Belə bir nəticəyə gəldim ki, sizin bugün belə bir mərtəbəyə gəlib çıxmağınızda Heydər Əliyevin özünə məxsus rolu olub və sizə üfüqləri o açıb. Bəli. Birinci bilirsiniz, mən bu dialoq bir bacı qızı ilə dayının dialoquydu. Böyüklərimiz bilirsiniz, cavab verə bilirlər də. Yəni indi məni tamaşaçılar dinləyir və təsdiqləyə bilərlər. Bizim böyüklərimiz məsəl üçün nə isə təhlil edirlər və deyə bilərlər ki, məsəl üçün, yox, bu istiqamət sənin üçün deyil. Yox, sən getmə. Ənənəvi olaraq bax, bizim ailəmizdə bu yəni ki, dəbdədir ya, bu istiqamətlə get. O da ola bilərdi, amma mən dediyim kimi Ulu Öndər çox gözəl cavab verdi. Yəni Ulu Öndər sadəcə yəni təkcə dayı deyil, həm də uzaq görən bir lider kimi təkcə mənə deyil. Mən düşünürəm ki, kim ki onunla təmasda olub və kimin onunla heç olmasa bir 5 dəqiqəlik dialoqu olub, o dialoq bilirsiniz hər şeydir də. Yəni o insan üçün o hər şeydir. O insan üçün o elə bir ki, bir impuls olar. Bir impuls, bir qıvılcım və o insan o aldığı enerji ilə həyatı boyunca davam edir. Mənim də bəxtimdən, mənim də belə bir dialoqum oldu, belə bir cavab aldım. Və uğurlu bir yola çıxdınız. Çıxdım və indi də mən deyirəm ki, hər zaman bunu öz qəlbimdə deyirəm ki, axı mən o vaxt bunu Ulu Öndərə demişdim. Mən inkişaf elətdirməliyəm bu sahəni, çalışmalıyam ki, etimadı doğruldasınız. Yəni gəncləri də yetişdirim, çalışıram ki, tövsiyələr də verim ki, bu davam eləsin. Siz uzun illərdir həm də Azərbaycan mədəniyyətində və Azərbaycan incəsənətində baş verən prosesləri yaxından və bu proseslərin içində olan bir peşəkar kimi izləyirsiniz. Uzun illər Azərbaycana rəhbərlik etmiş bir dövlət xadimi olaraq Heydər Əliyevin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında, onun yüksək templə sıçrayışlı inkişafında danılmaz rolu, əməyi olub. Bu sahənin üzdə olan insanlarından biri kimi bu məsələ ilə bağlı nə demək istəyərdiniz? Təbii ki, bu çox geniş bir yəni sahədir, mədəniyyət sahəsi. Amma biz gördüyümüz filmlər vasitəsilə bir çox tədbirlərdə mən Rəfiqə xanımla özüm iştirak eləmişəm. Ulu Öndərin premyeralara getdiyi zamanlar, məsəl üçün o ailə üzvlərini də dəvət edirdi. Deyirdi ki, sizin də vaxtınız varsa siz də gəlin, gözəl premyera olacaq, gözəl teatr tamaşası olacaq. Rəfiqə xanım bu məsələdə çox aktiv idi. O elə gözləyirdi ki, ha vaxt dəvət gələcək, məni də özü ilə hər zaman
o premyeralara götürürdü. Onların arasında bilirsiniz Aydın tamaşası, Xurşud Banu Natəvan tamaşası, onlar çox yadımdadır. Simfonik konsertlər, Mozart'ın Requiem, yəni ki əsəri o vaxtı qoyulmuşdu ilk dəfə Azərbaycanda. Düşünürsünüz bu nədir? Bu bilmirəm, bu müqayisə olunmaz bir o vaxtı mənim üçün Mozart'ı dinləmək. Hər 5-ci gün o çalışırdı ki, həm incəsənət xadimləri üçün, həm də ki idarəçilikdə olan insanlar üçün onların filarmoniyada konsertə gəlməyini yəni ki arzuluyurdu, özü də gedirdi hər 5-ci gün. Yəni belə bu mədəni səviyyə çox yüksəklərə qalxdı və onun da nəticəsində ki, Ulu Öndər gələcək premyeraya, Heydər Əliyev mütləq özü olacaq, iştirak edəcək. Görün bütün bu heyət necə peşəkarlıqla hazırlayırdı bu tamaşaları. Onlara bu gün də baxanda görürsən ki, çox gözəl, gerçəkdən də çox gözəl əsərlərdir, o əsərlərin tərtibatı idi. Yəni o hər zaman milli dəyərlərə çox sadiq idi. Özü də gənc yaşlarından zamanında Naxçıvanda teatr tamaşalarında özünü aktyor kimi də sınamışdı. Memarlığa çox böyük marağı var idi. Bir zaman o Sankt Peterburqda məhz memarlıq fakültəsinə də daxil olmuşdu. Sadəcə sonra İkinci Dünya müharibəsi başladı və o döndü Naxçıvana. Yəni bu incəsənət onun hər zaman böyük bir maraq dairəsi idi. Və təbii ki, Zərifə xanımın da burada böyük rolu var. Onun da yəni incəsənətə çox sıx bağlılığı, bizim milli musiqilərimizə, necə musiqiyə hər zaman bağlı olmağı təbii ki, o da öz təsirini göstərdi. Evdə hər zaman musiqi səslənirdi. Pianoda musiqilər ifa olunurdu. Ulu Öndərimiz özü də çalışırdı, oxusun hərdən və sevdiyi musiqi kompozisiyaları var idi ki, küçələrə su səpmişəm, gözüm qaldı bu yollarda Alagöz. Bunları çox sevirdi bu kompozisiyaları. Yəni bunları çox danışmaq olar və düşünürəm ki, bu xatirələr təkcə mənim üçün deyil, bütün bu prosesdə iştirak edən incəsənət xadimləri üçün çox əzizdir. Fəxriyə xanım, Azərbaycanda fəaliyyət göstərdiyi illər zamanından nəzər salanda ümumilikdir Heydər Əliyevi həm Azərbaycanda yaşayan xalqımız, ümumiyyətlə xalqımız, millətimiz, eləcə də kənardan baxan başqa ölkələrdən Heydər Əliyevi bir dövlət xadimi kimi, bir siyasətçi kimi belə izləyirdilər, baxırdılar maraqla və bu tərəfdən tanıyırdılar Ulu Öndəri. Amma mən verilişin girişində də qeyd elədim ki, siz Heydər Əliyevin ailə üzvlərindən birisiniz. Mən çox istəyərdim ki, siz bizim tamaşaçılara onun insani keyfiyyətləri, onun ailə dəyərlərinə olan münasibəti, öz ailəsinə, ümumiyyətlə millətinə olan münasibəti, xalqımıza olan münasibəti, onun insani keyfiyyətləri haqqında nələri deyərdiniz bizə? Çox gözəl, buna xarakter deyilir. Çox gözəl xarakteri var idi. Yumor hissi çox yüksək idi. Evdə hər zaman onun, bilirsiniz, təbəssümlü bir siması olardı. Heç vaxt biz onu qaşqabaqlı görməmişik. Çox maraqlıdır. Halbuki yəni keçirdiyi çətin həyat məqamları, taleyə yüklü məsələlərin həll olunmasında onda elə ki o təsir eləmirdi. O evdə çox hər zaman mehriban, çox təbəssümlü, sanki onu qoyurdu artıq işdə və evdə o çalışırdı ki, yəni ailə başçısı kimi, ilk öncə ata kimi, həyat yoldaşı kimi hər kəsə qayğı göstərsin. Məsəl üçün evladların təhsil prosesində təbii ki, Zərifə xanım çox fəal iştirak edirdi, amma Heydər Əliyev də iştirak edirdi. Əsasən də İlham Əliyev Moskvada oxuyanda, Beynəlxalq Əlaqələr fakültəsində, məsəl üçün hər zaman biz orada olanda eşidirdi hərdən ki, telefon vasitəsilə müzakirə edirdi hadisələri, təhlil edirdi, imtahanlarının mövzularını soruşurdu, öz münasibətini bildirirdi, bir müəllim kimi. Bu telefon vasitəsilə olurdu, amma yenə də bu faktlığında qalır ki, çox böyük
hər zaman maraqla izləyirdi evladlarının təhsil prosesini, onların maraqlarını, hobbilərini. Bilirsiniz, çalışırdı ki, onlarla bir yerdə vaxt keçirsin, maraqlı vaxt keçirsin. Ümumiyyətcə onunla vaxt keçirtmək çox maraqlı idi. Ona görə ki, həm də çox gözəl evlərində kitabxana var idi. Mən bunu indiyə qədər də yadımdadır o kitab. Nadir kitablar var idi, atlaslar var idi. Və kitablar elə qoyulmuşdu ki, belə əlçatan olsun. İstədiyin zaman sən o kitabı götürüb oradan baxa bilərsən. Yəni dünya görüşümüzün artırması üçün. Sonra bilirsiniz, məsəl üçün o faktı danışa bilərəm. Bizim tanınmış parlaq ifaçımız Müslüm Maqamayev. O Ulu Öndərin ailə dostuydu. Və o təklif eləmişdi ki, bəzi məqamları ev çərçivəsində o video çəksin. Bəzi video kadrları Müslüm Maqamayev çəkibdi. İndi bu gün televiziyada biz baxırıq. Ona görə ki, o vaxtda onda video kamera var idi. Müslüm Maqamayev'da ancaq var idi belə evdə çəkilişlər aparmaq üçün video maqnitofon təklif eləmişdi ki, video maqnitofon olsun, kinolara bir yerdə baxsınlar. O çox açıq idi belə proseslərə və çox böyük həvəslə razılaşdı və Müslüm Maqamayev çox maraqlı kadrlar çəkirdi onların evindən və bu kadralara biz maraqla baxırıq. Çox açıq idi yeniliklərə, yəni belə gözəl bir hadisələrə çox açıq idi. Və təbii ki, Sevil xanım incəsənəti çox sevirdi, incəsənət istiqamətlərini. O musiqi bəstələyirdi, gözəl nəğmələr bəstələyirdi. Amma İlham Əliyevin gənc yaşlarından məhz atasının gördüyü işlərə çox böyük marağı var idi və lap gənc və uşaq vaxtlarından həmişə atasının yanındaydı. İndi zaman keçir, bir çox fotolara, videolara biz baxırıq. Hətta Ulu Öndərimiz Qarabağa gedəndə, təbii ki, Sovet zamanı həmişə İlham Əliyev yanındaydı. Yəni Zərifə xanım çalışırdı ki, məsəl üçün, məhz Qarabağa gedəndə hər zaman onlar yanındaydılar. Onları Qarabağa yəni həmişə özü ilə götürürdü. Və təbii ki, yol uzaqdır, yol çətindir. Yəni indi də Şuşaya gedənlər, gələnlər şükürlər olsun ki, gedirik, gəlirik. Bilirlər ki, yol ora çox uzundur, çox çətindir, keşməkeşlidir, amma ona baxmayaraq hər zaman o zaman Zərifə xanımı da götürürdü, İlham Əliyevi də götürürdü və bu ənənə bu gün də davam eləyir. Ona görə ki, biz görürük ki, artıq yəni işğaldan azad olunan torpaqlara elə cənab prezidentimiz gedər-getməz o Mehriban xanım da yanındaydı, evlatları da yanındaydı. Yəni bu ailədən gələn bir ənənədir, bir tərbiyədir. Fəxri xanım, studiyamıza gəldiyiniz üçün belə gözəl, axarlı və maraqlı müsahibə üçün və o ailənizdən gələn o xatirələri izləyicilərimizlə bölüşdüyünüz üçün sizə şəxsən öz adımdan və TV1-in izləyiciləri adından dərin minnətdarlığımı bildirirəm. Çox təşəkkürümü bildirirəm. Ulu Öndərimizi yad edirik, təbii ki, hər zaman yad edəcəyik və zaman keçir və mən özüm şəxsən yenidən o illərə qayıdıram, hansı hadisələri yadıma salıram, hansısa bir sözləri yadıma salıram və bu xatirələr mənim qəlbimdə çox dəyərlidir və düşünürəm ki, Azərbaycan xalqının bir çoxu Ulu Öndəri özünə çox doğma bir insan bilir. Nəinki təkcə onun yaxınları və ailə üzvləri. Mən görürəm, təəssüratlardan görürəm, ona münasibətdən görürəm. Hətta onu yuxusunda da görürlər. Yəni yadlarına salırlar bəzi hadisələri. Onun məsəl üçün yumor hissi bütün Azərbaycan xalqına çox belə pozitiv emosiyalar bəxş etdi. Onun bəzi çıxışları, bəzi aforizmləri Azərbaycan xalqı üçün bir şüara çevrildi. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Onun şüarıdır. Hansı ki, Azərbaycan xalqı üçün bir yəni genetik koduna yazılan bir şüar oldu. Qardaş ölkə Türkiyə ilə münasibətlərdə yenə də biz bir millət, iki dövlət Ulu Öndərimizin şüarıdır. Amma mən gələndə Türkiyəyə həmişə türklər onu bilirsiniz necə səsləndirirlər, fəxrlə, qürurla, sevinclə. Yəni bu təbii ki, bunları danışmaqla bitməz, amma veriliş çərçivəsində mən də çalışdım ən maraqlı və mənim üçün əziz xatirələrlə bölüşüm.
Sizə təşəkkür edirəm. Çox sağ olun. Beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonağı əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış modelyer və dizayner Fəxriyə Xələfova idi. Qonağımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ərəfəsində öz xatirələrini izləyicilərimizlə bölüşdü. Sağ olun, sağlıqla qalın.